Əllama Məclisi Quran təhrifinə inanır və etiqad edir. Doğrudur. Hə. Bilirəm bunu demək istəyir. Zaten məlum məsələ. İndi bir dənə icazə versin, biz şərhimizi verək. İndi baxın, Bir özü danışsın görək nə deyir ay Mücahid. Olar. Tamam, ikisi danışsın, mən bağlayıram qulaq asın. Oldu, səsi bağlayın oldu. Mücahid sən də buradasan, öz Mücahidliyi. Qarşı tərəfin Mücahidi yox. Bir dənə nəzarət ilə gəlir. Zaten biz mürşidin iddiasını eşitmişik də, gördük, kaydı falan göndərdilər, baxdıq. Yəni adam deyir ki, Əllama Məclisi 17 min ayə hədisinə səhih şey deyib, muvassaq deyib. Muvassaq, birincisi əvvəlcə bunu deyim ki, birincisi muvassaq hədis tək qalanda etiqadda şey olmur, dəlil olmur. Etiqadda Quran kimi bir məsələdə, etiqad məsələdə muvassaq hədisi dəlil götürmək olmaz. Bu işin birinci tərəfi. Bu bizim əqidəmizdən alınır. İkinci məsələ, orada Əllama Məclisi düzdür, hədisə muvassaq deyir və deyir ki, bu barədə gələn xəbərlər məna cəhətdən təvatürdür. Hə, belə söz deyib Əllama Məclisi. Bizim iradımız nədir? Bizim iradımız Əllama Məclisinin sözün axıra kimi oxumamağıdır. Sən nəyə görə Əllama Məclisinin sözün axıra kimi oxumursan ki? Yəni sənin nə mal olur ki, axıra kimi oxu, cəmaət hamısı görsün ki, Əllama Məclisinin sözü nədir? İndi sənin nəsə bir iradın varsa iradını ver, iradın yoxdursa mən Əllama Məclisinin sözünü oxuyum axıra kimi. Ki Əllama Məclisinin qəsdi çıxsın ortaya. Gəlir səsim. Dedim sözüm bitti. Hə, bitdi. Əvvəla onu deyim ki, bizim söhbətimiz Mücahiddən onun üstündə oldu ki, Mücahid dedi ki, Əllama Məclisi Birətül Uqul kitabında 17 min ayət hədisinə səhih deməyib. Mən açdım, oxudum, orada ona səhih dediyi aşkardır. Hətta mənaca mütəvatir dediyi də aşkardır. Mücahid niyə etiraf eləmir? Çox kəzzablıq eləyib. Muvassaq deyir, qardaş, muvassaq deyir. Qardaş, bir dəqiqə. Sən danışdın, mən dinlədim səni. Belə polemik olmur. Düz danış. Mən nəsə soruşsam səndən, o zaman deyərsən ki, mən qoy cavab verim. Mən sualımı səsləndirəndə, mənim sözüm bitəndən sonra sən cavab verməlisən, mən danışanda yox. Mən açdım orada, ispat elədim, kitabdan oxudum ki, bu adam məclisi həmin hədisə səhih deyir. Adam isə hələ də özü-özünə təksib verməyib, deməyib ki, mən orada yalan danışmışam, sənin haqqına girmişəm və yaxud da ki, açıqlama verməyib ki, mən xəta eləmişəm, bilmədiyimi danışmışam, cahillik eləmişəm, mən bundan tövbə edirəm. Mən bunu tələb edirəm, bunu insanlar burada dinləyiblər, sən insanlara yanlış məlumat vermirsən. Birinci öz haqqının haqqında, ikincisi məclisi haqqında. Bu məsələnin bir tərəfi. Digər bir tərəfi, burada sən dediyin şeydə, sənin tutduğun irad ki, sən ona niyyət tam oxumursan, niyə tam oxumursan? Mən sənə göstərim ki, tam oxumuşam, yoxsa yox. Bu, tam oxumursan, kəsirsən və s. bu, uydurmaq, qondarma iradları yığışdırmaq lazımdır. Mən oxumuşam bura qədər. Bilxabar. Buna nöqtə qoyulub, bitib. Adam burada bu dediyin deyib. Burada dediyini bu aşağıda yalanlayacaq ki, yox, bu belə deyil. Yəni sizin alimləriniz, bir dəqiqədə qardaş, mən dedim axı ki, mən sual verəndə zəhmət olmasa suallarımı yaz ya da əzbərlə, mən sözün bitəndə sən danış. Onda cavab verərsən. Məclisin sözü orada bitmir də, heç olmasa elə demə. Sən qeyd elə, sonra mənə cavab verərsən. Sözümü kəsmə mənim. Mən sual verirəm ki, dinləyənlərə də sual verirəm ki, məclisi burada dediklərini bir sətir sonra, bir cümlə sonra yalanlayırsa, bu nə tər kitabdır, nə tər alim, nə tər sözdür. Burada deyir ki, təhrif olunduğu sabitdir, burada deyir sabit deyil. Yəni bir alimin sözünü sitat gətirmək üçün onun kitabını 700-800 səhifəli kitab başdan sonra oxumaq lazımdır, yoxsa nə etmək lazımdır? Mən burada göstərdim, bax, burada gəlir 12-ci cild, səhifə 525. Ali ibn Həkəm, rivayət nömrə 28. Hamı görür də. 28. Ali ibn Həkəm, an Hişam ibn Salim, an Abdullah aleyhisselam qala inna el-Qur'an əlləzi cəə bihi Cəbrailu aleyhisselam
ilə Muhammedin sallallahu aleyhi və səlləmə 17.000 ayə. Həqiqətən də deməli isnadı budur. Ali ibn Həkəm Hişam ibn Salimdən Əbu Abdullah aleyhissalamdan dedi, həqiqətən də Cəbrailin özü ilə Muhammed sallallahu aleyhi və səlləmə gəldiyi Qur'an 17.000 ayət idi. Və deyir ki, burada müəllif Təmmə kitabu fadlil Qur'ani bimənnihi və cudihi. Allahın səxavəti, əta etməsi, lütfü ilə fadlul Qur'an, Qur'anın fəzilətli kitabı bitdi. Və burada deyir ki, Əl-Hədithu Thəmini vəl-İşrun 28-ci hədis muvaffaq tavsiq edilmişdir. Və fi ba'dın nusaxi an Hişam ibn Salimin mavdi'a Harun ibn Muslim. Bəzi nüsxələrdə Harun ibn Muslimin yerinə Hişam ibn Salim gəlmişdir. Fəl-xəbəru sahihun. Fəl-xəbəru, əl-xəbər, xəbər səhihdir. Əl nəyi bildirir? Hansı xəbər? Qonşuda danışılan xəbər, yoxsa sözü gedən hədis? Fəl-xəbəru sahihun, xəbər səhihdir. ولا يخفى إن هذا الخبر وكثير من الأخبار الصحيحة صريحة في نقص القرآن وتغييره. Gizli deyil ki, həqiqətən də bu xəbər və səhih xəbərlərdən çoxu sarihdir, açıqdır ki, nədə? Quran-ı Kərimin naqisliyi və dəyişdirilməsində. Bu xəbərlə yetinmir Allamə Mərdisi, 110 ciddi kitab yazan Bihərül Anvar sahibi Mərdisi xəbərdən danışır. Bundan çox xəbər bilənimiz var, 110 ciddi xəbər yazıb bu adam. Məzhəbin alimlərindən biridir bu adam. Və deyir ki, çoxlu səhih xəbərlər sarih, açıqdır. Nədə? Quran-ı Kərimin naqisliyi və dəyişdirilməsində. Və sonra da öz mövqeyin bildirir. Və indi, mənim qatımda, İnnəl əxbara fi hədəl bəbi mutavatirətun mə'nən. Həqiqətən də bu babda olan xəbərlər mənaca mütəvatirdir. Və tarhu cəmi'ihə yucibu raf'al i'timadi anil əxbari rəsən bəl zanni innəl əxbara fi hədəl bəbi la yəqsuru an əxbaril imaməti fəkeyfə yuthbitunəhə bil xəbar. Deyir ki, mənim qatımda bu babda olan xəbərlər mənaca mütəvatirdir və onların tamamının atılması xəbərlərə etimadın ortadan qaldırılmasına gərəkli edər, baş olaraq. Əksinə deyir, mənim zənnim budur ki, bu babda olan xəbərlər imamət xəbərlərindən heç də qusurlu deyil, yəni az deyil və geridə qalmır. O zaman deyir, imaməti, yəni onu yuthbitunəhə, ey imamə, imaməti necə xəbərlə ispat edəcəklər? Bitdi söz, bitdi. Burada sonra münaqişəsini eləyir. فَاِنْ قِيلَ إِنَّهُ يُوجِبُ رَفْعَ الْاِعْتِمَادِ عَلَى الْقُرْآنِ لِأَنَّهُ إِذَا ثَبَتَ تَحْرِيفُهُ فَفِي كُلِّ آيَةٍ يَحْتَمِلُ ذَلِكَ وَتَجْوِيزُهُ عَلَيْهِ السَّلَامِ عَلَى قِرَاءَةِ هَذَا الْقُرْآنِ وَالْعَمَلِ بِهِ مُتَوَاتِرٌ مَعْلُومٌ إِنْ لَمْ يَنْقُلْ أَوْ يُنْقَلْ مِنْ أَحَدٍ مِنَ الْأَصْحَابِ إن أحدا من أئمتنا أعطاه قرآنا أو علمه قراءته. Burada bu barədə danışır, deyir ki, əgər deyilsə ki, və s. bunun münaqişəsini eləyir. Bunu sən oxuyarsan, və bu hissəsini. Və burada deyərsən ki, Allamə Mərdisi burada dediyi mənanı burada inkar eləyib. İndi, bəl zanni, adam deyir, mənim qatımdan, mənim zənnim. Bu adam öz mövqeyin bildirir və xəbərlər barədə bildirir ki, mənaca mütəvatirdir. Sən oxu, denən ki, buradan sonraki danışdıqlarımda burada deyirlərin yalanlayıb, öz-özünü təksib eləyib. Buyur, mənim sözüm bitdi. Tamam. Birincisi, mən demirəm ki, Allahın məclisi nəyəsə yalanlayıb, sözünü inkar eləyib. Allahın məclisi bu cür alim deyil ki, bir sözü desin, dərhal sonra inkar eləsin. Sən problemin budur ki, Allahın məclisinin ziyadə və nöqsan sözün başa düşməmsən. Yəni, ziyadə nöqsan nə mənada? O mənada ki, Allamə Məclisi Təhriful Quran deyəndə, yəni bu xəbərlər məna cəhətdən mütəvatirdir. Yəni ki, bu xəbərlər Quranın təhrif olunmasına dəlalət edir, amma Quranın içindən bir şey çıxarılıb, bir şey artırıldığına dəlalət edəmir.
Bunu hardan bilirik? Elə Əllamə Məclisinin öz məbnasından, öz qaydasından. Əllamə Məclisi həm Bihərül Ənvarda, həm də Miratul Uqulda deyir ki: "Summa a'lam enne lil ulemai fi zalika aqwalan." Sonra deyir bil ki, alimlərin bu barədə fərqli görüşləri, fərqli rəyləri vardır. Əl-əvvəl, birincisi, mə zəhəbə iləyhi Saduq və Seyyidul Murtaza və Əbu Əli Ət-Təbərti rəhmətullahi aleyh min ədəmin nəqs. Birinci budur ki, Şeyx Saduqun, Şərif Əl-Murtazanın və Ət-Təbərsinin, Allah onlara rəhmət eləsin, getdiyi yoldur. Onlar deyiblər ki, Qurandan heç bir şey əksilməmişdir. Quranda heç bir nəqisə yoxdur. Və ennə mən beynəd dəffəteyni huval Quran munzəl və leysə fihi şeyun minə ziyadəti və nuqsan. Və deyir, Quran əlimizdəki iki qilaf arasında, iki cild arasında olan kitabdır. Yəni, necə nazil olub Allah Rasuluna o cürədir. Onda hər hansı bir artırma və ya əks etmə yoxdur. Birinci deyir, görüş budur. Və thəni, ikinci görüş budur. Deyir ki, mə zəhəbə iləyhi şeyxunul mufid, Allah ona rəhmət eləsin, Şeyx Mufidin görüşüdür. Və huvə ennəl Qur'anəl-ləzi beynəd dəffəteyni ləm yənqus minhu kəlimətun və lə harfun. Deyir ki, Şeyx Mufid deyir ki, Quranda heç bir artırma, azalma yoxdur. Və ləkin Uthqitə minhu mə kənə bi xatti əmiril müminin aleyhissalam min təvili ayəti və təfsirihə. Əvəzində Əmir əl-Möminin təvilləri və təfsirləri ki var, bu hədislər ona dəlalət eləyir ki, Əmir əl-Möminin təvilləri və təfsirləri gəlib bizə yetməmişdir. Yəni, nəqisə, ziyadə bu mənadadır. Yəni, bu hədislərdə buna dəlalət eləyir. Zaten Əllamə Məclisi orada mənəvi təvatür deyir. Demir. Ləfsi təvatür demir. Və üçüncü görüş budur ki, وَالثَّالِث أَنَّ الْمُرَادَ بِالنَّقْسِ مَا أَسْقَطُهُ مِنْ تَفْسِيرِ الْآيَةِ وَتَأْوِيلِهَا وَبَيَانِ شَانِ نُزُولِهَا. Deyir ki, üçüncü rəy budur ki, əksitmədən məqsəd, yəni azalmadan məqsəd. Bəzi hədislər bu cürə əksitməyə dəlalət edib, bəzi hədislər artırmaya dəlalət edib. Deyir ki, Əllamə Məclisi, ondan məqsəd budur ki, ayələrin təfsiri, şən-i nuzulu, təvili, bu şeylər bizə gəlib çatmamışdır. Yoxsa Əllamə Məclisi burada Qurandan bir şeyin artırıb azalmağına dair heç bir söz deməyib və bizimlə əvəzində Əllamə Məclisi Bihərül Ənvarda da hətta buna yaxın bir söz deyir. Və bu söz həmçinin də Şeyx Mufidin özünün Əvaliyül Məqalət kitabında keçir. İndi mən başqa bir şey deyirəm, başqa bir şey. Sən nəyə görə məclisinin səhih dediyi yeri götürürsən? Səhih yox, birinci müvassaq deyib, bəzi nüsxələr deyib, bu bəzi nüsxələrdə heç bizim əlimizə çatmayıb, heç elə bir nüsxə də yoxdur. Sən Əllamə Məclisinin bu məsələyə görüşün niyə gətirib cəmaata təqdim eləmirsən ki, məclisi burada artırma və azalmadan danışmır, mənadan və yaxud da təfsirdən və yaxud da şən-i nuzuldan danışır ki, bu şeylər bizə gəlib çatmayıb. Üçüncü məsələ, qardaşlar, bunu yəni yaxşı yadınızda saxlayın. Bu 17.000 Quran ayə hədisinin isnadında Əllamə Məclisi alimdir, yəni xata eləyə bilər. Xatası nədir Əllamə Məclisi? Əllamə Məclisi bu şərhi doğru verib, səhih verib, düz şərhdir. Amma Əllamə Məclisi bu hədisə muvassaq deməkdə xata eləyib, muvassaq deməkdə. Nəyə görə? Çünki hədisin isnadında keçən Əhməd bin Muhammed Əs-Səyyari ilə Əhməd bin Muhammed İsa'nı qarışdırıb Əllamə Məclisi. Əhməd bin Muhammed İbn İsa bizə görə etibarlı ravidir. Əhməd bin Muhammed Əs-Səyyari isə bizim qatımızda ümumən kəzzabdır. Bütün alimlər İbn Qadairi, Ən-Nəcaşi, Əl-Kəşşi, Ət-Tusi, Əl-Xoi hamısı deyib ki, bu adam kəzzabdır. Yəni, açıqca bu hədis zəifdir, bu hədislə yola çıxmaq olmaz ki, əsla. Amma Əllamə Məclisinin şərhi doğrudur. Mən iradım budur ki, sən şərhi gizlətmirsən cəmaatda. Necə ki, bundan əvvəl belə şeylərə şahid olmuşuq səndə. Buyur, nəsə etirazın varsa bildir. Bu hədisin şərhidir. Birincisi, deyirsən ki, dedin və üstündən keçdin, ziyadə və nöqsanı deyirsən, başa düşməmişəm.
Ziyadə və nöqsan açıq mikrofonu. Ziyadə nə deməkdir, nöqsan deməkdir. Başa sal cəmaət başa düşsün. Mən başa düşməmişəm. Buyur. Nöqsan, nəqs, yəni azalmadır. Orada ona dəlalət edir. Ziyadə də artırmadır. Deməli Quranda azaltma və artırma var deyə də məclisi. Nəyə başa düşməmişəm ki? Demir, elə söz deyir Əllam Məclisi. Nətəliyəm mən oxumadım gözünün qabağında. Sən kitabı oxumamısan, sən ki oxumadın danışırsan. Əllam Məclisi deyir Quranda artırma və azalma var. Bəli. Harasıdır, harda deyir onu? Sən sən mənə baxmırsan. Sən hara baxırdın mən bayaq oxuyanda? Yox, deyir artırma azalma var, hə? Bəli. O sözü göstər birə-bir. Oxu. Nə tər məsləhət? Artırma və azalma. Bəli. Deyir ki, bir hər lan varacaq da bir keçmə dəqiqə, abi. Hələ bir dəqiqə üzr istəyirəm. Bir dəqiqə. Sən dedin ki, hədisin isnadında kim var? Əhməd bin Muhammed. Hanı burada Əhməd bin Muhammed? Ali ibn Həkəm, Hişam ibn Səlim, Əbu Abdullah. Kişi, qardaş, Əl-Qirayə kitabından götürüb bunu. Kuleyni bunu Əl-Qirayə kitabından götürüb. Əl-Qirayədə Əhməd bin Muhammedin Məclisinin kitabını oxuyuram. Mən kişi, nə Kuleyni? Məclisinin kitabını oxuyuram. O Miratul əlindəki Miratul Uquldur. Kafiyə şərh verir, kafiyə. Əlindəkinin nə olduğunu mən bilirəm. Kafi kimi kitabıdır. Nə kafiyə? 17.000 Uquldur. Kişi kafidəki hədisə şərh verir. 17.000 ayə hədisi kafidədir. Nə kafiyə ki, Ali ibn Həkəm, Hişam ibn Səlim, Əbu Abdullah. Hanı bu da ibn Muhammed? O hədis hardadır o? Bax, indi oxuduğun hədis. Qardaş, sən yuxulusan. Mir'at-ül Uqul 525. 525. O hədis kafidədir. Olsun da istəyir mafidə olsun. Mən gətirmişəm Mir'at-ül Uquldan, isnadda da o yoxdur. Mir'at-ül Uqul kafinin şərhidir. Gözəl bilirəm mən onu. Hanı? O hədis kafidədir. Kafidəki kitaba işləyir. Hanı da hanı? Burada isnaddakı fərqlilik burada deyir ki, və fi ba'dən nusaxi An Hişam ibn Səlimin mavdi'a Harun ibn Muslim deyir. Bəzi nüsxələrdə Harun ibn Muslim yerinə Hişam ibn Səlim gəlib. Bu hanı? Yox, ay Mürşid müəllim. Üzr istəyirəm. Bəli. Məclisi o Miratul Uqul hansı kitaba şərh verir, hansı hədislərə şərh verir, hansı kitab? Ay qardaş, Kəfiyə yazıb. Mən ondan danışmıram ki. Hətta o hədisi rivayət burdadır. İsnadında sən dediyin raviyyatın cəmaətinə yalan danışırsan. Kafini aç bir dənə, kafini. Gözləmə. Kafini sən niyə açıram? Mən açmışam. Bu kitab danışığımız bunun üzərindədir. 3 nəfər var isnadda. Ali ibn Həkəm, Hişam ibn Səlim, Əbu Abdullah. Ali ibn Həkəm, Kuleyni Ali ibn Həkəm görüb. Mən bilmirəm onu, sən bilirsən. Adam bunu verib, isnadı budur. İsnadı o deyil. Kafini kafidən gətirir. Kafidən gətirir. Gözün baxıb ki, cəmaatı axmaq hesab edirsən kişi. Cəmaatı sən axmaq hesab edirsən. Ali ibn Həkəm, Hişam ibn Səlim, Əbu Abdullah. İndi bağla, mənim vaxtımda, sənin vaxtın deyil. Sən mən soruşuram, mən danışıram. Bağla. Muhammed bin Yahya, Əhməd bin Muhammed. Bağla qulaq as. Kafidə. Bağla qulaq as. İsnadda yalan danışsa onu bildik. Yox da isnadda. Bağlandı. Necə? Kafini şərh Vaxtıma girmə. Bu qədər cəhalət olur. Yoxdur burada sən dedin. Ay bir dənə səbir ol, Bram. Qoy danışsın, özü danışsın. Ay Mürşid. Bir dəqiqə. Sən bu bir özün yalan dedin orada axı mikrofonu açsan. Ziyadə və nöqsan dedin yoxdur. Çox ədalət sorun. Baş dedi, sonra dedi bağla da qardaş. Yox, belə bəhs olmur ya, and olsun. Adam öz deyir ki, mikrofonu aç məndən Ziyadə və nöqsandan danışıram. Dedi, abi onu dedi, soruşdu, Ziyadə və nöqsandan danışıram. Yox, daha bu nədir ki, davay mikrofonu bağla, tez ol, belə şey olur, belə hörmətlik. Qardaş, mənim vaxtımdır da, sən danışanda mən müdaxilə eləmədim. Səndən soruşdum, mən cavab verirəm. Munisə vaxt istəm, Munisə 40 dəqiqə əlavə versin, danış da, niyə belə edirsiniz ki? Ehtiyac yoxdur, qardaş, indi imkan ver, mən danışım. Bəs belə deyim, belə olar deyəm. Buyur. Sən dedin ki, ziyadə və nöqsan yoxdur orada. Bax, deyir ki, və kəthirun minəl əxbəri belə yığım ki, görsənsin. Kəndə kitab yoxdur, mən belə başa düşürəm. وكثير من الأخبار الصحيحة صريحة في نقص القرآن وتغييره. نقص القرآن وتغييره. Deyir, səhih xəbərlərin çoxu Quran-ı Kərimin naqisliyi və təğyirində nədir? Sarihdir, açıqdır. Naqs, azaltma və təğyir, dəyişdirmə, betərdir. Və deyirsən ki, dedin ki, səhih deməyib. Allah üçün ərəb dili bilənlərdən soruşuram. Kəlamı burada başlayır. Əl-hədithu thəmini vəl-əşrun müvəffaq. Davam edir və sonra deyir ki, əl-xəbəru sahihun. Əl-xəbər. Əl-əhd-ü-zihni. Əy-xəbəril məzkur. Əhd-ü-zihnidir əl. Yəni, az öncə zikri keçən xəbər.
sahihun. Bu ikinci yalan. Dedin ki orada naqs yoktur. Kəsmə sözümü. Bitirəcəm mən. Kəsmə sözümü. Sən danışanda mən qeyd eləmişəm burada. Muvassaq nəyə deyib? İndi oxumadım. Mən sənin sözünü kəsməmişəm. Muvassaq Sözünü kəsməmişəm sən. Mikrofonu bağla İbrahim. Mən sənin sözünü kəsməmişəm. Dedin ki orada noksan yoktur. Bak noksan burada var. Fi naqsil Kur'ani ve tagyirihi. Sahih demeyip deyirsən o ikinci yalandır. Ve buradan da xəbərin yoktur məclisinin kəlamından ki fi naqsil Kur'ani ve tagyirihi. Kur'an mən ziyadə demişəm, səhv eləmişəm. Betəri var. Tagyir, dəyişdirilməyi. Fi naqsil Kur'ani ve tagyirihi. Kur'an-ı Kerim'in azaldılması ve dəyişdirilməsi. Həm ayətlər çıxarılıb. Bunu sənin Nuri Təbəssüm də deyir. Hatta sure diye çıkarılıb oradan. Neyinki ayə. Deyir ki burada azalması, kəsmə sözümü. Başqa alimə keçmə də. Keçirəm mən. Mən sözüm ki, mənim vaxtımdır. Onda Müslimdə 1452 nömrədə xanım Ayşə də sözümü kəsmə. Sözümü kəsmə. Sözümü kəsmə. Məclisdən danış. La ilahe illallah. Muvassaq deyir orada, muvassaq. Qardaş, muvassaq arxasında deyir ki, fəl xəbəru sahihun. Niyə gizlədirsən bunu? Fəl xəbəru sahihun deyir burada. Körəm mən görmürəm. Fəl xəbəru sahihun. Nə deməkdir bu? Xəbər sahihdir. Hansı xəbər? Əl var başında. Məndən polemika eləmə. Mən sənin vaxtında sustum, danışmadım. Yadımdan çıxmasın deyə qeydlər aparmışam burada ki, sənin sözümü kəsməyim. İndi burada gördük ki, mənim oponentim bu hədisin isnadından xəbəri yoxdur. Bir nəfəri isnadı əlavə edir və onun ittifaqla yalancı olduğunu deyir. Və biz görürük ki, 28-ci hədis Ali ibn Həkəm an Hişam ibn Salim an Əbi Abdillah aleyhisselam. 2 nəfər ravi var, üçüncüsü imamdır. Hədis də ondan gəlir. Bu adam isnadına artırma eləyir, uydurma bir isim orada daxil eləyir və onun zəif olduğunu danışır, bu xəbəri zəif çıxartmağa çalışır. Bu məsələnin bir tərəfi. Və deyir ki, mərdisinin mövqeyi. Mərdisi burada mövqeyin ortaya qoyub və indi mən dəlil gətirmişəm Mir'atul Uqul kitabından. Başqa kitablardan gətirməmişəm ki, oradan nəsə gizlədəm. Mən buradan oxumuşam. Üstəlik, deyirsən ki, Müfid bunu deyib, onu deyib. İkinci görüş Müfidin görüşüdür. Müfidin görüşü o cür deyil, əksinədir. Biraz sonra gətirəcəm inşallah. Müfidə keçmə. Bir dəqiqə, sən dedin, sən gətirdin Müfidi. Ay, elə məclisi yazıb. Mürşid, ay Mürşid. Sən demədin Müfid. Belə moizə eləməyək də, moizə. Sən olar, mən olmaz. Qoy məclisiyə cavab vereyim. Gözəl isim. Yox, qoy mən Müfiddən danışım da, sən danışanda mən sustum. Müfidə keçərik də, Müfidə keçərik. Birinci məclisini müzakirə eləyək sonra. Sən mənə yol göstərmə. Sən Müfiddən danışdın, mən də danışacağım. Sən danışmasan mən danışmazdım. Mən məclisinin şərhini oxudum. Ay kişi, mən Müfiddən danışmadım. Mən də Müfidin şərhini oxuyacağam. Xeyirdirmi? Mən Müfiddən danışmadım. Sən Müfiddən sitat gətirdin. Mən də gətirəcəm. O ayrı bir şey. Mən məclisinin sözünü oxudum ki, Müfid belə deyil. Bağla mikrofonu. Bağla, mən sözümü bitirim. Mən sənin sözümü kəsmədim. Bax, ədalətçilik budur. Dəfələrlə məclisini deyim də. Dəfələrlə müdaxilə edirsən. Məclisini danışaq da, məclisini. Tamam, sən mənə deyirəm, sən Müfiddən danışdın. Niyə mən danışmayayım? Səbəb denəm mənə. Mən Müfiddən danışmadım. Mən məclisinin sözünü oxudum. Danışmadın sən. Bəli, mən Müfiddən danışmadım. Məclisi Müfidin görüşünü gətirib, mən gətirmədim. Nə daxlı var? Mən də Müfidi gətirirəm. Hədisin şərhi elədi. Hədisin şərhi elədi. Gözəl insan. Nəysə, qorxma. Müfidi gətirmirəm indi. Qorxma. Bax, dedin ki, məclisi məna da təhrif deyir. Bu adamın burada məna da təhrif deyə bir şey yoxdur. Niyə yalan danışırsan? Sözümü kəsmə. Ay qardaş, nəyə qışqırırsan? Nə olub? La ilahə illallah. Çünki ədələtsiz deyirsən. Mən axı səni dinlədim, sənə müdaxilə etmədim. Sən niyə müdaxilə edirsən? Niyə? Bir-birimizi dinlədik. İndi gəl qarşılıqlı danışaq da. Xeyr. Reglamenti pozma. Reglamenti pozma. Sən danışdın, mən sustum. Sən dedin, buyurun başlayalım danışmağa. Yox, sən səhvləri eləmirsən. Qoy səhvləri deyim də mən. Sənin səhvlərini mən də görürüm. Mən yazmışam burada ki, yadımdan çıxmasın. Çünki sənin sözümü kəsməmişəm amma. Sən bacarmısan münazirə eləməyi. Ya indi imkan mən məclisdə elədiyim xataları deyim, sonra Müfidə keçək də. Sonra Müfidə keçək. Arkadaş, belə münazirə olur. Ay Munis, demədin ki, məclisinin sözünü oxuyur. Bu iddia eləmir ki, gəlsin, kim gəlir gəlsin, məclisinin burada sözün mənim səhv elədiyimi ispat eləsin. Niyə Müfidə keçir? Bəli, ispat eləyə bilmirsən sən zaten. İsnada uydurma şəxs
verəmişsən. Sən deyirsən o zəif. Yoxdur isnadları Gör, ay Mürşid, gözəl insan, Mürşid müəllim. Gör bax sən nə qədər elementar şəhiddən məsələ. deyir, burada deyir şəhiddir. Deyirsən nöqsan yoxdur, nöqsan burada var, hələlik təğyir də var. Deyirsən ki, mənaca dəyişməyə, nə bilim təfsir falan, heç birini demir. Təfsirin tığısı belə burada yoxdur. Xeyr, bax, gözəl insan, bir dəqiqə səbirli ol, əsəbləşmə. Bax, kafidə. Deməli, hədis, nəvadir babında gəlir, nəvadir babında. Sənin bizim hədis kulliyyatından cahil olduğun üçün, yəni bax, təhqir eləmirəm, amma bizim hədis kulliyyatından qaydalarına xəbərsizsən. Kuleyni bunu Əli ibn Həkəm yolu ilə rəvayət edir. Sən burada düz deyirsən. Prosta sənin bilmədiyin şey bilirsən nədir? Kuleyni birinci hədisi rəvayət eləyib, ikinci hədisi də həmən yolla rəvayət eləyibsə, artıq birinci ravinin adını çəkmir. İsnad belədir, gözəl insan. Bax, Kuleyninin kitabını aç. İkinci hədisdə deyəcək ki, və anhu, yəni ondan. Ondan kimdən? Ali ibn Həkəm, Hişam bin Salim, Əbu Abdullah. Burada haqlısan, amma ondan əvvəlki hədis belədir. Məhəmməd bin Yahya, Əhməd bin Muhammed, Əhməd bin Muhammed Əs-Səyyaridir. Bu da ittifaqla kəzzabdır. Qardaş, sən bu qədəmi düşüncəsizsən ki, Kuleyni Əli ibn Həkəmi görə bilməz. Necə deyə bilər ki, mən Əli ibn Həkəmdən eşitdim və yaxud Əli ibn Həkəmdən rəvayət. Kuleyni ilə Əli ibn Həkəmin arasında 200 il məsafə var, 150 il məsafə var. Qardaş, sən bu qədər mi cahilsən? Yəni, valla mən təəccüb edirəm. İbrahim, normal danış fikirlərini bildir. Başqa söz etəcək. Bir də ki, qaldım məclisinin sözünə, qardaş. Orada məclisi deyir ki, bu barədə gələn xəbərlər, yəni Quranın təhrif olunması barədə gələn xəbərlər, təhrifə dəlalət edən xəbərlər, bəli, mütəvatirdir. Muvassaqdır, mütəvatirdir. Orada deyir ki, səhih deyib. O deyir ki, əgər Hişam bin Salim yolu ilə gəlsə, hə, səhih olar. Bəzi nüsxələrdə belə gəlib. Amma heç bir nüsxədə, nə əlimizdə, nə heç bir yerdə, etibarlı heç bir nüsxədə o yolla gəlməyib. Elə gələn də Kuleyninin bizə çatan əlyazma nüsxəsidir. Yəni Məhəmməd bin Səyyar vasitəsilə gələn yoldur. Məhəmməd bin Səyyar da kəzzabdır, yalancıdır. Məclisi deyir ki, bəli, buna dəlalət edən hədislər çoxdur, həddindən artıq çoxdur. Amma məclisi bunu təhrif Qurandan çıxarılma kimi, Qurana artırılma kimi başa düşməyib. Həmən ardınca məclisi deyirkən Bihərül Ənvarda, həm Miratül Uqulda. Adam deyir ki, bizim alimlərimiz bu məsələdə 3 görüşdə olub. 3 görüşdə olub və alimlərdən heç biri belə etiqad eləməyib ki, Quran artırılıb, əlavə olunub, oradan nəsə çıxarılıb, oradan nəsə əlavə olunub. Məclisi bunu deyir də, qardaş. Burada uzadılası, başqa nə söhbət var ki? Deyə görüm, ay Mürşid, nə deyəcəksən da bundan sonra? De, gözəl insan. Danışa bilərəm mən? De, gözəl insan, de. Bax, mən danışmağa başlayıram. Mən özüm sözümü bitirənə qədər müdaxilə etsən, münazirə bitmiş sayılacaq. Başqa deyirsən, bacarmırsan. Çünki Ya qarşılıqlı danışaq da. La ilahə illallah. Ağzımda söz deyirəm. Siz nə qədər ədələtsiz insanlarsınız. Vay İbrahim, bəs bu yaxdan danışdın da qonu qulaqsın, biz səbir. İşte qardaş, danış, nə deyəm? Mikrofon saxmalı da. Üzürlü say, Monis, belə bəlkə də daxışır dərəcədə uzana bilər, axı, inşallah doğrusunu, yəni bilərsiniz, Allah haqqınızı aladın. İbrahim danışdı, öz argumentlərini gətirdi, ortaya qoydu, 5 dəqiqə, 2 dəqiqə dinlədi ki, indi eyni şəkildə Mürşid bəy də davam eləsin. Son deyilində. Mürşid bəy də bitirəndən sonra qarşılıqlı, səliqəli şəkildə diskussiya yaparsalar daha gözəl olar inşallah. Yəni fikrim, təklifim budur, Allah bərəkət versin. Təşəkkür edirəm, qardaş. Mən iddia eləmişəm gündüz. Qarşı tərəf Mücahid profili deyib ki, məclisi oradan dəfələrlə soruşdum Mücahiddən. Deyir ki, məclisi oradan səhih deməyib. Söhbət bunu, bax, bu məhz 12-ci cild 525-də olan 28 nömrəli rivayətin üzərində olub. Bax, burada da biz görürük ki, Ali ibn Həkəm, Hişam ibn Salim, Əbu Abdullah. Tarix budur, isnad budur, başqa bir ravi yoxdur orada. Bu adam dediyi sözün heç bir dəyəri yoxdur. Çünki biz danışdığımız mövzu budur. Gətir, göstər. Gətirib göstərə bilmirsən, sənin danışdığını mən qəbul eləmirəm. Dedi ki, səhih deməyib. Biz burada görürük ki, buna səhih deyib. Dedi ki, orada nöqsan falan yoxdur. Görürük ki, burada naqsil Qur'ani və təğyirihi, Quran-ı kərimin azaldılması və dəyişdirilməsi. Və adam da öz etiqadını deyir ki, və indi innəl əxbara fi hədəl bəbi mütəvatirətun mə'na. Mənim qatımda bu babda olan xəbərlər mənaca mütəvatirdir. Və tarhu cəmi'ihə yucibi raf'al i'timadi anil əxbari rəsən.
deyir ki, bunların hamısının rədd edilməsi, atılması, ümumiyyətlə xəbərlərə başlı olaraq xəbərlərə etimad etməyi ortadan qaldırır. Bəl-zanni, əksinə deyir, mənim zannım budur ki, innəl əxbara fi hədəl bəbi lə yəqsur an əxbəril imamə. Bu babda olan xəbərlər imamət xəbərlərindən heç də geridə qalmır. Fəkeyfə yuthbitunaha bil xəbər. Hal belə ikən onlar imaməti xəbərlə necə isbat edirlər? Yəni bu adam elə bir hüccət gətirir ki, məclisi. Bunun qarşısına bir şey qoya bilmirlər. Çünki deyir ki, bu babın xəbərləri, Quranın təhrif olunmasıyla bağlı xəbərlər, imamətlə bağlı xəbərlərdən geridə qalmır. Bunları atmaq, bunları da atmağa gərəkdirir. Adamın hüccəti budur. Yəni, çox ciddi bir söz deyir burada. Ki, yəni sən bunu etiraz edə bilməzsən, bunu qəbul eləməlisən. Mənim dediklərimin heç birisinə qarşı bu adamın heç bir şeyi olmadığı, məclisinin görmədiyimiz, bilmədiyimiz, göstərmədiyi hansısa bir kitabından 3 qovul dedi, ikisini oxudu, sonra da başqa şeyi keçdi. Yəni bu adamın mən dediklərimin qarşısında heç bir argumenti yoxdur. Müzakirə argumenti, heç bir argumenti yoxdur. Sadəcə inşai kəlam danışır. Mənim əlimdə isə bu belə, bu öz yerində adam Müfiddən mənə sitat gətirdi. Mən sənə Müfiddən oxuya bilərəm, elə məhz həmin Əvaidül Məqalət kitabından oxuya bilərəm. Əvaidül Məqalət kitabından. Əvaidül Məqalətdə deməli Mu'tamərul Aləmi deyə bir uzun bir adı var. Deməli bir kamera bağlıdır, Müşt müəllim, kamera bağlıdır. Kameraya etmək ehtiyac yoxdur. O açmır ki, mən də açım. Mən də kamerası oxuyuram. İşim onda deyil. Mən qaynağı deyirəm. Əvaidül Məqalət Şeyx Müfidin 46-cı səhifə, qayda nömrəsi 10. Əl-qavlu fir-rəcəti və bəda'i və tə'lifil Qur'an. Ricət, bədə, bir də Quranın təlifi məsələsində söz. Deyir ki, وَاتَّفَقَتُ الْإِمَامِيَّةُ عَلَى وُجُوبِ رَجْعَةِ كَثِيرٍ مِنَ الْأَنْوَاتِ إِلَى الدُّنْيَا قَبْلَ يَوْمِ الْقِيَامَةِ. İmamiyyə deyir, ittifaq eləyib ki, ölülərdən çoxunun dünya həyatına qayıtması qiyamət gündən öncə bunun üzərinə vacibliğinə ittifaq eləyiblər. Və in kana beynəhum fi ma'na rəc'ati ixtilaf. Baxmayaraq ki, onların arasında rəcə, yəni qayıdışın, ricətin mənasında ixtilaf vardır. Və ittefaqu ala itlaqi lafzul bada'i fi vasfillahi ta'ala və enne zalika min cihati as-sam'i dunal qiyas. Həmçinin də Allah Azza və Cəllə, Allah Taala'nın vəsfində bədə ki var, yəni açığa çıxmaq məsələsi bu mənada olan. Bunda da ittifak ediblər ki, bu da deyir, eşitmə yolu iladır, qiyas yolu da deyildir. Üçüncü baxın nə deyir? وَاتَّفَقُوا عَلَى أَنَّ أَئِمَّةَ الضَّلَالِ خَالَفُوا فِي كَثِيرٍ مِنْ تَأْلِيفِ الْقُرْآنِ. Həmçinin ittifak ediblər ki, zəralət imamları Quran-ı Kərimin təlifində, yəni toplanmasında bir çox şeydə müxalifət ediblər. وَعَدَلُوا فِيهِ عَنْ مُوجِبِ التَّنْزِيلِ. Və tənzilin, endirilmənin, nazil edilmənin gərəklərinin çoxunda, ondan nazil edilənlərdə onda nə edirlər? Sapıblar, qırağa çıxıblar. Və sünnət-i Nəbiyyə sallallahu əleyhi və səlləm sünnətdə də. Və əcma'atil mu'təzilətu vəl xavaricü vəl zeydiyyətu vəl murciətu və ashabul hədisi alə xilafil imamiyyəti fi cəmiə mə ədədnə. Deyir ki, bu firqələr adlarını sayır, deyir, bunların sayıdığın hamısında bu məsələlər eləyiblər, icma eləyiblər, müxalif olaraq. Yəni bu adam burada da Müfidin dediği budur. Toplanmasında və s. və onda diye kənara sapırlar və s. Bunu Müfidin ispat elədiyi budur. Və ən sonda bunu da deyəcəm inşallah. Ondan sonra da mənim deyəcəyim heç bir şey yoxdur. Hər şey günəş kimi aydındır. Deməli burada açırıq. Bax bu kitabı göstərim sizə. Faslul xitab fi isbati təhrifi kitab-ı Rabbil Ərbab lil Mirza Əş-Şeyx Əl-Muhaddid Hüseyin Nuri Ət-Tabarsi. Deməli, Rəbbinin kitabının təhrifinin isbatında qəti ayrıcı xitab. Tabarsinin kitabıdır. Bunda kitabda bunlarında da 2 dənə əlavə risalə var. Bu birinci risalə, müəllifin özünün. Təbərsiyə nə keçirsən? Müfidin sözün. Sən məğlub oldun, qardaş, düş aşağı. Düş aşağı. Müfidin sözün, birincisi məclisinin sözün.
aç. Munis canlı Başqa sahibi. nə Xahiş edirəm imkan versin sözümü deyim də. Çox xahiş edirəm. Yox, daha nə xütbə, Çox mən xahiş şeyə nə edirəm. gitsən ki? Çox xahiş edirəm. Mən keçirəm məzəb edirəm. İbrahim, Sən bir bu dənə fikirdən gözlə, danış. Sən mən də İbrahim, bundan eşidirsən? danış. Hayır, Alimə bir dənə- bir məclisini Xahiş edirəm canlı sahibi. İbrahim, Çox bir xahiş dənə edirəm. üzrəm. Biz Məclis- bu məclisiyə Çox xahiş gəldik. Onsuz da edirəm. Mürşid bəy Rəcətdən də Həmin danışdı, hər şeydə şeydən sizin heç bir danışdı. dəliliniz yoxdur. Onsuz da bəlli. Yox, Qoy nə qədər Ay, insanlara qardaşım, göstərir İbrahim. Abi bir dəqiqə, bir dəqiqə, aç. Munis bir mənə dəqiqə. imkan yarat bunu deyim Munis. Abi Xahiş Munis edirəm. sənə imkan yaratsın, sən məclisidən keçdin Munis təbərsiyə, əcəb elədim təbərsidən ki. keçdin müfidə. Lap belə zor elədim. Sən məclisindən müfidə keçə Sən bilirsən. zor elədin, sən zor elədin. Axı bir dəqiqə Teşekkür sən ederim. Elm əhli olar, zor elədim nədir? Qardaş imkan verin deyim də niyə imkan verim? Nədən Ha, qorxursun? Allahdan qorxulur. Nədən qorxursun? Biz bunu qorxusan moizeye deyəndə qulaq düşünürəm asırıq. də. Bir dəqiqə səbr elə İbrahim, bir dəqiqə qardaş, moizeye biz qulaq Sizə asırıq. imkan verin də. Bir dəqiqə, Sən də bir Müslümdə imkan ver 1452 nömrəli hədisdə Aşıq Oxuyarsan, Quranın problem tərifinə yoxdur. etiqad edir. Oxuyarsan, sən oxuyarsan, problem yoxdur. İmkan ver Başqa şey, başqa Qardaş, sən bir başqa imkan şey. ver buna. Ay cavab niyə versin, keçməyim? sonra Qardaş, oxuyacaq. reglamentdə var, buna keçməsin. Elə bir şey yoxdur. Ha, Mufid deyir ki, Hə, ay müfid Mufidin demir, də xəbərsi deyil. Mufidin sözün yarımçıq oxudun. Mufid adam təlifül tam Quran, oxuda Quranın göstər, təlifində kitabı tam toplanmasında göstər, deyir. yalan demə. Deyir ki, Mən tam ay ki, oxudum. babın Tam adı, şahiddir. babın adı Təhrifül Quran deyil, Təlifül Qurandır. Yəni Quranın Heç toplanması. dəxli yoxdur. Mən müfidin sözünü oxudum, 10-cu Müfid- başlıq bitdi. müfid keçdi, də, nağıl mən danışıram. Mən sizə Açıq hüccət gətirin. Yarımçıq bu oxudum, yayına deyə bəhs bacardan çıxa edən. bilməzsiniz. Niyə qoymursunuz mən bunu oxuyum? Ay ki, məqsəd nədir? Bax, bax. ki mövzunu dəyişirsən, ədalətsiz adamsan. Mövzunu məqsəd budur. dəyişmirəm. Bunu oxuyub Yox, elm əhlindən olmayan şeylərdə əcəb eləyirəm, zor Bəli, eləyirəm. bəli, Belə elm bəli. Elm əhli əhli. olur. Sən müfiddən danışa bilirsən, mən təbəssümdən danışa bilmərəm. Bu gözəl ədəb. Qoy İbrahim, qoy bunu da oxusun, qalan səninlə Yo, yo, yo. adiyyət olmayan min dənə mövzu oxuyur. Xeyr, Nə qoyuqsun? mən Qardaş, bunu elə şey- oxuyacağam Allah'ın izniyle. Deyir ki, Əl-thəlithə. mən bura çağırmışsın ki, səs Nuqsan-ı surəti və huva arkadaşlar, caiz. Deyir ki, balaca bir uşaq surənin deyilsiniz ki. azaldılması. Bu da caizdir. Kə surətil Yox, sən məclisini və sözün, surətil aç, xələyi ha, və camaatı surətil almadın. vələyə. Deyir ki, Qurandan surənin azaldılması caizdir. 3 dənə surə adı sayır. Həfdir. Xalbi də vələyə. Habəsi deyir ki, bu 3 surə Qurandan çıxarılır. Abi bir dəqiqə bir anda Tərzim, ne değil olub mi? sana? Ay müştəlim, Ay, biraz bu- səbirli olun qardaşlar. Abi Biraz səbrin səbirli olsun, ne olub? Bak, bu ne hərəkət? Mənim səbrim var. Mən qayət Xəbərçi səbirliyəm. deyil, Sen ne bir də ədəbsiz adamsan müştəlim. ha? Abi Munis Bu kimi filmdən göstərdiklərimin hansı birini təksib elədilər? Munis. Hamısını Bilirəm, sən bilirəm. cəmaatı Heç birini təksib eləmədin. Adam səhih deyib oxudu mu? Sən demədin ki, zəif deyil. Sən hədisin isnadından xəbərin yoxdur hələ. Ya, sənin xəbərin var, qoydu ortaya. Az göstər də la. Ne göstərdin? Bəli, deyirəm da, həmən öncəki Deyirəm, hədisdə, yox, aç göstər, öncəki qabul hədis, etsin öncəki gətir hədis. mənə. Kafidən deyirəm sənə. Deyirəm nə var Nə yox kafi, baba. aç göstər İbrahim, mənə. ay İbrahim. Nə kafi, ay ki, mən millətini Abi, buradan kafi oxuyum. şəhəridir, ay Ay cahil. qardaş, bir Kafi dəqiqə nədir? ya. Ay kişi, ay müsəlman. Ay bu nöşbət eləyir, ha, bu necə adamdır? Ay qardaş, bir diyanı ne olub sənə? Mən dayanıram, siz dayanırsınız. Mən dayanıram. Mən sona qədər Qardaş, gözləyirəm. bir adam biz söyləyir, deyən bir adam. söz deyək də, biz nə qışqırırsan burada. Müslümanım, Sən bu zaten yollarda bunu görək, deməklə hadi. biz sənin əqidəvə keçməyəcək ki. Biz deyən bir sözümüzü deyək də. Səbirli ol görək qardaş. Qardaş, biraz beləncə səbirli. bəhs olur, sən qışqırırsan, nə bilim, zor eləyirəm, neynirəm, mən qoy oxuyum. Belə şey danışırlar. Ha, heç nə qardaş, İbrahim, saxla bəhsi. Düşsaq yedək qardaş. Mücahid, ay Mücahid, bir dənə bunu deyim Ha, bu gedir. adamın heç bəhs eləməyə adabı yoxdur. Bu bəhs bilmir necə olur. Əlbəttə ki, məndə harda var? Mən hamısını kəsirəm, doğruyuram. Sən yalan həyasız danışıram. kimi Burada şəhid çıxırsan, deməyəm, belə bəhs şəhid deyiləm. edirlər. Əlbəttə ki, isnada ravi əlavə eləmirəm ki, sizin kimi. Ay qardaş, sən ay mürşid, nə qədər cahil adamsan. Deyirəm ki, İbrahim, Kuleyni İbrahim, bəsdir də Əli ibn Əşəmi görmüyor. Munis bir dənə Ay bunu deyim Abuzər, gedir. atma da, ay Abuzər, ay Abuzər. Belə olmaz axı Abuzər, niyə eləyirsən abi? Munis bunu deyim gedirəm Munis. Abuzər, yerə şey qoy bir dənə Abuzər, səndən mod alacağam. Qardaş, Sən- yox, Munis. Munis, bunu deyib gedirəm, Munis. Başqalarını niyə daxil edirsiniz? Munis bir dənə bunu deyim, mən şərait yarat, bir dənə bunu deyim gedirəm qardaş. Bax, Müştərim qoy son sözün desin gedir də, bir dənə səbirli ol. Səhih Müslimdə 1452 Arkadaş, nömrəli Səhih hədisdə. Müslimdən danış, bax qoymadın. Ha qardaş, o təbərsidən danışa bilir, mən Müslimdən danışa Bəs bilmirəm. danışdı qoymadın da. abi. Xanım Ayşə deyir ki, biz danışmağa qoymamışıq. Kənə fimə unzilə minəl Qur'an aşru rada'atun Yaxşı, ma'lumatun. İbrahim, əxi, qardaşım, xahiş edirəm, saxla bəhsi. Gedək canlı açaq. Necə istəyir oradan danışaq. Düş Yox, qardaş, burada Mücahid, biz atılırıq. cəmaat şahid olsun ki, bu adam
Sözümüzü Hələ kəsin. oxuduğu hədisin isnadını bilmir. Hələ xəbəri yoxdur. Qoy, xəbəri yoxdur, gedək biz də özümüz üçün oxuyaq qardaş. Çıx, xahiş edirəm, çıx, bəhsi saxla. Mürşid müəllim, haçaq isnadları öyrənsəz bəhs O, edək. buradan bir dənə də sizə deyirəm, Abuzar atdı mən aşağı Haçan bunu. kitabı öyrənsən gələrsən. Mod aldım, ay mücahit, mod aldım, narahat ol. Mən buradan bax, bütün şiyələrə deyirəm, Abuzəri bundan sonra canlısında qaldıram. Onu orada bir kəlmə yazmağa icazə verən şərəfsiz şiyədir. Bax, bunu deyirəm, o adama da pis cavab verəcəm. Yaxşı, bax, bunu eşidin, çünki çox adam burada var. O şiyə şərəfsizin dal ayağı düşür, onu öz canlısına buraxacaq, ya da yuxarı qaldırmaq yox, aşağıda kəlmə yazmağa imkan verəcək. Kim istəsə nömrəmi yıxsın, görüşü realda ona söhbət edək. Hələ üzrlü sayım, aldım modu. Yəni o düz deyil də bizə. Özləri danışırdı, aldım. Sənə mən xəta elədim həqiqətən modu verməkdə dünən. Olmaz idi. Belə isə Abuzar eləməli deyildi. Mürşid müəllim, Mürşid Səfər mənim müəllim. canlımda belə şey oldu. Eşidirsiniz? Mürşid müəllim, Aldım. eşidirsiniz Mürşid müəllim? Mövzu bitdi qardaş, mövzu bitdi. Yahya İbn Yahya deyir bizə rəvayət elədi Malikdən, yəni Malikin kitabından oxuyub. Abdullah İbn Bəkirdən, Əbu Bəkirdən, o da Əmirdən, o da Ayşə xanımdan rəvayət eləyir. Ayşə Orada xanım şey deyir var, ki, orada Zir Qurandan ibn Hübeys nazil var. olanlar Orada Zir ibn arasında Hübeys, o da zəifdir. Həmin kitabda Zir ibn kim Hübeys, var? o da zəif. Kim var? Kim var? Kim Zir var? ibn Hübeys, Zir ibn Hübeys. Bu hədisin isnadındadır. Hə. Mürşid Bunda müəllim. yox, sən dediyində. Hə, sən Dilində dedin mən oxudum. Mən indi oxuduğumda, hə? Ayşə namazı. Mürşid müəllim, onda gələrsiniz öz sizin də kitabları sizə isnadlar. Bəs nətər olur ki, mən oxuduğum isnadında Yaxşı. olmayan ravini sən gətirib zəif çıxada bilsən, mən əlavə edə bilmərəm. Gördün, xoşuma gəlmir. Əlavə müdəllissən də, müdəllissən də. Müdəllis sənsən ki, cəmaat gördü, orada sən dediyin ravi yoxdur. İbn Muhammed Nəysə də yoxdur, qarşılıqlı yalansın. təhqir qarşılıqlı Vallahi təhqir nə bilim. olmasın. İbrahim düz. Qarşılıqlı təhqir olmasın. Bax qardaş, Yaxşı yerə getmir, dayandırın inşallah. Yaxşı. Mücahid axı, sən də belə yəni çox vaxtsız oldu. Ya burada Hübeysad yox da, yalan deyir Mən qardaş. bilirsən, ay, İbn Muhammed mən ona yox, görə yalan də, deyirsən. abi, Orada da İbn bilirsən, Muhammed yox, yalan mən deyirsən. salınmayacaq. Da Mücahit mənə yazdı, görsə heç mən yəni bildim. Sən mən bura ha vaxt bəhsə gəlmişəm, normal şəkildə